Geldik doğma mekana. Havalimanı. Hamıya salam. Gördüğünüz kimi yenidən biz havalimanındayıq və növbəti səyahət qrupuna hazırıq. Mən qızdır ki, Emiliya xanım, siz özünüzə söz vermişsiniz ki, narıncı rəngiyyətlə giyinəsiz, yoldaşınıza qədər giyindirmişsiniz. Başınızdakı abatoqa qədər narıncı sizə. Bir amma yaraşır, çok sağ olun. Geldik bu hissəyə, loungelar olan hissəyə daha doğrusu. Görək bizimki hardadır, bizə Air-Astanadır. Sizə də ətraflı göstərəcəm. Görürsünüz, fərqli hava yollarının loungeları var. Belə biz gəldik burada lounge zonaya. Biz çox bəyəndik. Yəni rahatlıqla gəlib əyləşirsiniz, istirahətinizi edirsiniz. Lazımlı şeylər, hər şey var. İstər şirniyyatdır, meyvədir, yeməyidir, içkiləridir. İstədiyinizi götürüb limitsiz şəkildə qızdırırsınız. Özünüz üçün hazırlayırsınız. Ətraflı göstərim sizə. Və bu tərəfdən də mikrodalğalı sobada da qızdıra bilərsiniz. Həmçinin burada da içkilər var, orada da var. Belə ümumi rahat oturub əyləşirsiniz. Orada telefonunuzu doldurmağa, yəni şarj etməyə yer də var. Deməli belə artıq çay içmə zamanıdır. Ümumilikdə biz buranı çox bəyəndik. Çox rahatdır və yeməklər də doğrudan rahatlı idi. Əsasən də şorba çox dadlı idi, ev şorbası kimi. Sadəcə istirahət edirsən burada. Necədir bu? Yorğunam, amma əladır hər şey. Burada oturmaq, belə rahat oturacaqlarda. Sakitçilik. İnandırım sizə, bir həftə bundan qabaq o boyda Avropa ölkəni gəz, tək. Hələ sakitçilik idi. Nə kimsə çəkmək lazım idi, nə bir şey. Biz artıq təyyarəyə və bizim yerlərimiz Qəzə çıxışının yanında olduğuna görə Tapıskada. Hər növ şirkət gedər. Bəli, Qəzə çıxışının yanında olduğuna görə belə genişdir bura. Bu üçün daha rahatdır, çünki ayaqları uzundur və bura yerləşdirmək daha rahat olur. Havalimanını dəyişiblər, daha yeniləyiblər. Ötən il paylaşmışdım vlog, sadəcə ingilis dilində idi. Eyni vlogda, yəni daha doğrusu o vlogda baxa bilərsiniz. Balaca bir yer idi. Və yenilənmiş duty free. Geldik Şımbulaq adlanan yerə. Belə bir dağlıq ərazidir. Burada belə fotozona var və insanlar çoxdur. Həftə içi olmağına baxmayaraq yetərincə insan var.
Nəhayət ki, uzun sıranı gözlədikdən sonra oradan bilet aldıq və indi burada da sıra gözləyir. Minəcəyik funikulora. Deməli belə qiymətlərlə sizi tanış edim. Bir nəfərə 3 belə deyək dayanacaqda dayanmaq, 2 tərəfli 5000 bizim pulla hardasa 18 manat edir. Mindik. İyi misin sen? İlk gün ben buraya geldim. Kaç kilometre? Bir şey söyleyeyim Kaç- mi? Nemrut'a daha önce... Biz bir dayanacaqda düşdük artıq. Və daha yuxarıya qalxmaq üçün yenidən sıraya dayanıb orada minməliyik və bir xeylam yol gəldik. Yəni yetərincə yol gəldik buradan. Burada da fərqli restoranlar da var əslində. Yemək yemək istəyirsinizsə var. İsə açıq cable cardır, funikulorlar, yəni seçim verilir. İstəyirsinizsə bağlı, istəyirsinizsə açıq. Və yenə də bileti saxlamalısınız. Buradan keçid edirik. Belə açıq cable car-a mindik. Daha fərqli hisslərdir. Maraqlıdır. İkinci dayanacaqda da düşdük. İndi ayaqla getməliyik üçüncüyə. Çünki açıq cable car seçmişdik. Ona görə biraz 300 metrəyə yaxın ayaqla gedəcəyik. Konferansın birinci hissəsi bitdi. Yemək yemək zamanıdır. Burada əyləşib yemək yeyirik. Alma tərəfdən sən. Bu arada Bu bizim kazıdı. bu otelin əyləncə hissəsidir. Yəni mini belə bir hissədir. Burada oyunlar oynaya bilərsiniz. Həmçinin də bu hissədə kino zalda olmalıdır. Baxaq görək, karaoke zalı. Burada tenis dolu var. Bu isə çıxışlardan biridir. Burada belə əyləşib istirahət edə bilərsiniz. Ümumilikdə belə bir ərazisi var. Əslində heç buranı gəzməyə vaxtım olmayıb. İndi sizinlə birlikdə ilk dəfə buranı gəzəcəm mən də. Bu hissə isə yemək hissəsidir. Yuxarıda da konferans saldır. Bütün tədbirlər orada keçirilir. Və belə bir snack hissəsidir ki, sifariş edə bilərsiniz. Uşaq meydançası. Yəni ümumilikdə belə bir yerdir. Və budur artıq. Bu oteli tərk edirik. Bu oteldən çıxırıq və bugün biz bir günlük Bişkekə, Qırğızstana gedirik. Orada görüşənədək. Çuaq. Deməli, biz gəldik böyük bir mola və həqiqətən çox böyükdür və burada belə bir Yapon-Çin restoranı, qarışıq bir restorana girmişik. İnteryeri çox gözəldir. Əsl Asiya üslubundadır. Asiyaya aid hər bir şey var. Yəni orada hətta sushi rollar belə dairəvi şəkildə fırlanır. Oradan da götürüb yeyə bilirsiniz. Belə bir məkandır. Kardeşler görüşürüz. Hadi bay bay. Ben görmürəm, yoxsa bir tadı bu.
İnanırsınız o qədər böyük bir yerdir ki, heç marketin özündən danışmıram. Ucu bucağı yoxdur. Hər cürə nə istəyirsinizsə var. Yəni bütün məhsullar, bütün brendlərin, bütün növlərdə, bütün dadlarda hər bir şey var. Adamın hətta başı ağrıyır o dərəcədə. Bizim təəssüf ki, vaxtımız yoxdur, yəni azdır. Tam baxa bilmədik. Qayıdarkən yenə bura baxa bilərik. Çünki getdiyimiz yerdədir. Yəni sərhədi avtovağzalın yanında daha doğrusu. Ona görə rahatdır baxmaq. Burada hətta baxın Koreya salatları da var. Yəni istədiyimiz hər bir şey var. Əslində biz yemək yemişik deyənə artıq toxam. Ona görə seçim etmək də çətin olur. Çünki həddindən artıq çox seçim var deyənə. Deməli, burada dayanacaqda dayandıq və belə məntəqə var ki, hər bir şey var burada. Marketdən tutmuş, yeməklər, hətta o tərəfdə ev yeməkləri belə var. Əli vaxtımız var, sizə çəkib göstərim. Çox rahatdır bura. Hər şey səliqəli. Baxın belə salatlar, görsün ev yeməkləri belə, meyvələr. Belə hər şey var. Market hissəsi də var. Нет, здесь нормально готовить. Deməli belə, dünən biz sərhədi keçdik, gəldik İşkəkə, Qırğızstana. Dünən bizi qarşıladılar, qonaq getdik və sadəcə yatdıq çünki artıq gec idi. Bugün isə çıxdıq, biraz yemək yeyib, indi Tarix Muzeyinə və Asiya Mall adlanan məkanlara gedəcəyik. Sonra yenidən sərhədi keçib Almataya dönəcəyik. Biz keçən buradaydı və hər il buranı. Deməli belə, bu Asiya Mall'dur. Mən soruşdum ki, mall'un iki tərəfi varmı, yoxsa bir tərəfi? Çünki keçən il gəldikdə tamam başqa şəkil idi. Bu il dəyişiblər, başqa qızdır. Bildiyiniz adi mall'dur. Yəni qeyri-adi heç bir şey yoxdur. Amma normal, daha belə böyük mall'dur. Çünki keçən il gəldikdə başqa bir Tsum adlanan yerə getmişdik. Ora biraz daha başqa, fərqli idi. Bu isə daha müasir mall kimidir. İndi isə gəldik Tarixi Muzeyin ərazisinə. Burada bir dənə park da var. Görək. Bu Tarix Muzeyinin binasıdır. Orada Alato meydanıdır. Ötən il bura gələndə vlog çəkmişdim. Sadəcə ingilis dilində idi. Bu dəfə Azərbaycan dilində çəkirik və getmədiyimiz yerlərə də gedirik. Gördüyünüz kimi dillərimiz də oxşardır. Tarix Muzeyi və Tarix Muzeyi. Burada bu həmin o buranı, bu hissəni dəyişirlər. Bu hissəni çox bəyəndim. Burada milli üslubda, milli ornamentli xalçalar var. Çox qəşəngdir. Əsl fotozonadır. Çox maraqlıdır.
Çox maraqlıdır əslində. Atlar, çox gözəl. Əsl fotozonadır. Burada da yurta. Güzel. Gəldik, çatdıq yurt hissəsinə. Keçmişdə insanlar çox maraqlıdır. Belə yaşayıbmışlar. Ən maraqlı hissə məncə budur. Bu isə 3-cü mərtəbədir. Oy. Bura nədir belə? Yapon ailəsi. Maraqlıdır. Bu bizim ayran tipli içkilərdir. Çox dadlı olur. Muzeyi sizə göstərdim. Bu da belə bir mini parkdır. Əslində Bişkek balaca bir şəhərdir. O qədər də çox gəziləcək məkanları yoxdur. Daha çox kafelər, restoranlar var ki, orada dadlı kofe içib yemək yeyə bilərsiniz. Deməli belə, bugün bizdə görüş günüydü, konferans günü. Ona görə bugün əsasən orada olduq. İndi düşünürük, hara gəzməyə gedək, o haqda düşünürük. Belə. Burada yaxınlıqda böyük bir mall var. Və həmçinin də ora yarmırka kimi bir yerdir. Fərqli əşyalar satılır. Ümumilikdə mall bu böyüklükdədir. Yəni bu tərəfdə də var, bu hissədə də var. Bura gəlsin də. Yağış yağırdı, gəldik Dostluq Plazaya. Gəzəsi olmadıq. Bu onlardan biridir. Ümumiyyətlə, Orta Asiya ölkələrində, istər Qazaxıstan olsun, istər Qırğızstan, istər Özbəkistan, hər yerdə Koreya məhsulları demək olar ki, bu ramyonlar, fərqli növ ramyonlar hər yerdə var. Belə. Burada hələ azdır çeşidlər. Niyə deyil bu? Это видео. Подсвет. Заказ sarı. Tuvaletim var. Bu hissədə də yenə gördüyünüz kimi, baxın, topbokki hissəsidir. Bugün bu biri konferansın görülüşün ikinci günüdür və əsas konferansın ilk günüdür, açılışıdır. Biz indi gedirik yemək yeməyə. Gəldik şəhər kənarı bir restorana, çox gözəl bir yerdir, bu havası. Qəsətən.
Теперь где у нас Таджикистан? Узбекистан. Pişim. Əziz gəncim, mənim 28 yaşım var. Artıq 3 ildir ki, mən də iştirak edirəm. Səni də 2025-ci ildə burada görməyə çalışan olsam, bil ki, Rəbb səni olduğun kimi sevir və olduğun kimi səni qəbul edir. Sadəcə olaraq öz həyatını ona həsr edir. Bugün axır ki biraz boş vaxtımız var. Gəldik. Burada Koktebeyəm məşhur parklardan biridir. Dağ üstü belə deyək. Hündürlükdə olan bir parkdır və bütün şəhəri görmək olur buradan. Gece meselesi. Gece meselesi. Emine maşın takside. Yani. Buradayım bırak. Evvelde ne indin mesela? Evvel ha. Maşının. Сумка, если напоминаю, сумка очень мала. Вот что может поместиться в этой сумочке? Начинаем наш концерт. Спасибо. Mega adlanan çox böyük bir moldayıq. Sifariş etdiyi Gürcü mətbəxidir bu dəfəki seçimimiz. Biz sifarişlərimizi gözləyirik. Xalidir. Gürcü mətbəxlərində xəngəllər. Koreya. Burada əməlli başda Koreya mədəniyyət verilmiş. Друзья, ваши аплодисменты. Барабанный номер «Самбук» в исполнении балетной труппы театра. Өзі изашылығымызды әртістерімізге қошеметпен білдіріп отырайық, құрметті достар.
gəldik məşhur Navat restoranı bu dəfə Almatı filialına. Bu Bağırsaki adlanır. Nədir bu ibotlar? Bağırsaq. Ya, Bağırsaki adlanır. Elə bil ki, içliksiz piraşkilara bənzəyir. Belə sousa batırıb yeyirsiniz. Bu isə çalaf adlanır. Bu da bizim ayrana oxşuyur. Sadəcə biraz daha turşdur. Əsas məsələ 5 parmaq. Bu isə artıq növbəti gündür. Yenə yemək ilə qarşınızdayam. Azərbaycanlı ailənin evində qonaq idik və çox-çox gözəl yeməklər hazırlamışdı həmişəki kimi Rita xanım. Ümumiyyətlə, xarici ölkəyə getdiyinizdə, ölkə nə qədər gözəl olsa da, ümumi abu-havanı yaradan insanlardır. Qonaqlıqdan sonra isə daha öncə göstərdiyim həmin o restorana yollandıq. Bu dəfə hamımız birlikdə getdik və açıq havada sadəcə dincəlmək istədik. Burada isə artıq növbəti gündür, səfərimizin son günü idi və gəlmişdik restorana nahar yeməyə və səfər boyunca yediyimiz ən dadlı yeməklərdən biri idi. Bu restoranın sahibi Azərbaycanlıdır və elə yeməklərin dadında da bu özünü büruzə verir. Bir çox mətbəxlərə aid təamlar var idi. Həqiqətən hər bir şey çox ləzzətli idi. Daha sonra mənim istəyimlə Koreya Pyeongjonguna, yəni 24 saat işləyən marketinə getdik. Tam olaraq Koreyada olduğu kimi burada da var. Məsələn, burada adi kimbab, yuxarıda samgak kimbab, yəni 3 bucaq olan kimbab kimi hazır yeməklər satılırdı. Bu hissədə isə tam olaraq Koreya məhsulları deyildi. Daha doğrusu Koreya məhsulları deyildi. Amma digər bütün hissələrdə hamısı Koreya məhsulları idi. Bu tərəfdə müxtəlif növ abur-cuburlar, sneklərdir. Həm şirin, həm duzlu. Və orada tteokbokki axtarışına çıxmışdım. Daha sonra gördüm ki, ayrı-ayrılıqda hazırlanmış da satırlar. Baxın, tteokbokki, burada korundok və bəzi içkilər və desertlər. Burada müxtəlif növ Koreya çipsləri, krekerləri. Bu hissədə isə yemək hazırlayıb yeyirsiniz. Tteokbokki belə böyük balacalar da var. Gördüyünüz kimi müxtəlif növ ramyonlar var. Yəni əsas bütün ramyonlar burada var. Həmçinin də Rusiya və digər ölkələrdə istehsal olunan ramyonlar da mövcuddur. Məhsulları aldıqdan sonra isə həm içəridə, həm də çöldə əyləşib yeməyinizi yeyə bilərsiniz. Burada isə tam özünüzü bir K-drama səhnəsində kimi hiss edəcəksiniz. Məncə bir çox Koreya fanının arzularından biridir. Belə bir Pyeongjongda vaxt keçirtmək, sanki K-drama qəhrəmanı kimi. Yağışlı gün olmasa da son günümüzdür. Çox yağış yağır. Bugün ancaq dincəlmişik. Sadəcə bir neçə şey alıb indi havalimanına gedəcəyik. Bu Qazaxstanda ən məşhur şirniyyat mağazasıdır. Kulikovski adlandırılır. Hamının tanıdığı, hamının bəyəndiyi bir yerdir. Belə deyək ki, bizim Azza kimi məsəl üçün. Və burada insanlar oturub, əyləşib və şirniyyat yeyir. Çoxları isə evə alıb aparır. Bu dəfə fərqli təqdimatda verdilər. Səyahət üçün ən lazımı olan əşyalar içində böyle bir setli. Bu da balışa qədər veriblər.
Təşəkkür edirəm. Və beləliklə növbəti səfərin və növbəti səyahət videosunun sonuna gəlib çatdıq. Sizdən bir xahişim olacaq. Bu videonu maksimum dərəcədə bəyənib dəstək olmağınızdır. Çünki bu mənim üçün həqiqətən böyük bir motivasiyadır. Bəzən xarici ölkələrə gedirsən, uzun yol gedib bu qədər kontent yaratmağa çalışırsan, amma nəticə ürək açıcı olmur. Amma bəzən elə asan video çəkərsən ki, milyonlarla, minlərlə baxış yığar. Bu təbii ki də insanı ruhdan salır. Ona görə sizdən xahişim olacaq ki, bu videonu bəyənib, dostlarınızla bölüşüb, rəy bölməsində fikirlərinizi yazıb və kanala mütləq abunə olasınız. Sizin üçün sadəcə bir düyməciyi basmaq kimidir, amma mənim üçün çox əhəmiyyətli və vacibdir. Sonadək izlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.